Cümhuriyyət Günü münasibətilə məktublar, təbrik məktubları İlham Əliyevə göndərilir, və o məktublarda da Azərbaycanda hələ 100 il əvvəlki eee, demokratiya həsr olunur, o bayram edilir, o qeyd edilir. Yəni o demokratiyanın bugünkü Əliyev rejimi ilə yuxarı-aşağı heç bir əlaqəsi yoxdur. Yəni əgər sən madam onun özü sələf hesab edirsənsə, yaxud hesab edirsən ki, həqiqətən də biz öyrənməliyik, yaxud o miras bu gün də davam etməkdədir. Heç olmasa ona hörmət qoymalısan, onların adını çəkməlisən, paytaxt Bakıda, digər şəhərlərimizdə onların xatirəsini əbədiləşdirəcək abidələr, heykəllər ucaltmalısan. Bu gün məsələn Moskvada, Rusiyada Stalinin yenidən abidəsini qururlar. Əslində biz bunun fərqindəydik. Yəni siz xatırlayırsınız ki, hələ bir müddət əvvəl Rusiyada Moskva Dövlət Universitetinin yubileyi qeyd olunmaqdaydı və orada MDU-nun fəxri məzunları sırasında birinci elə Stalin gəlirdi. Biz də düşünürdük ki, gün hansı tərəfdən çıxıb, nə üçün bunlar Stalini fəxri məzun adlandırır? Çünki Stalinizmə qayıdışdı. Amma Putin rejiminin etdiyini başa düşmək olar, çünki Stalin rejimi həqiqətən də Putin rejiminin bir əkizi olub. Yəni eyni repressiyalar, milyonlarla, indi mən Rusiyada bugün milyonlara çatmasın, amma 100 minlərlə Rus əskəri həlak ölüb Rusiya-Ukrayna müharibəsində. Ona görə o özünə bir idol, bir qəhrəman seçib, ideal seçib Stalini. Amma Azərbaycanda isə biraz fərqli vəziyyətdir. Yəni sən Rəsulzadənin kölgəsini qılınclayırsan, Rəsulzadələrin adını yaxın buraxmırsan, onları satqın, xain adlandırırsan. Digər tərəfdən də onların mirasına görə təbrik məktublarını alırsan. Ya gərək protokol burada işləsin və desin ki, bilirsiniz, bizim hakimiyyət qəbul etmir, onları düşmən adlandırır və bu onun üçün təhqirdir. Siz Rəsulzadələrin qurmuş olduğu demokratik hakimiyyətə görə Əliyev rejimini tərifləməyin. Ya da ki, yəni ya olduğun kimi ol, ya göründüyün kimi ikisindən birini seç. Çünki bu qədər məktublar açın, görün bugün prezident az saatə nə qədər məktublar gəlir. Ölkə liderlərindən ki, Azərbaycanda hələ 1918-ci ildə şərqdə ilk müsəlman demokratiyası qurulub. Bunu siz niyə görə İlham Əliyevi təbrik edirsiniz? İlham Əliyev onların kölgəsini qılınclar, onları gözdən salır, onlardan xain çıxartmaqla məşğuldur. Və əslində bunu da qeyd etməliyik ki, Laçında düzənlənən bu Cümhuriyyət tədbirinin məqsədlərindən biri də elə budur. Nə üçün o məhz aeroportun açılması Cümhuriyyət gününə təsadüf etməlidir? Təsadüf deyilən bir şey yoxdur. Bu ona görə belə edilir ki, adamlarda olan o Cümhuriyyət xatirəsini yaddan çıxarsın. Yəni imkanları olsaydı, ümumiyyətlə 28 mayı ləğv edərdilər, necə ki 18 oktyabrı ləğv etdilər Azərbaycan konstitusiyasının qəbul olunması gününü. Onu salardılar, nə bilim 15 iyuna, dırnaqarası xilas gününə ki, Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və s. Sadəcə olaraq bunu dəyişmək mümkün deyil. Sən kimə dəvət göndərirsən müstəqillik günü ilə bağlı, sənin orada bir tarixçən, bir hekayən, bir storin olmalıdır ki, həmin gün ölkə tarixində nə baş verib. Ona görə də dividendini götürür, yeyir, qazanır ki, sən demə bunlar 100 illik bir hakimiyyətdirlər. Digər tərəfdən isə 100 il əvvəl edilənləri tarixdən silməklə və yeni tarix yaratmaqla məşğuldur. Yəni baxın, bugün bizim parlamentimizə baxın, 100 il əvvəlki parlamentə baxın, oradakı demokratiya, oradakı seçki hüququna baxın. Yəni bizim qurucu atalar ilklərə imza atırdılar, demokratiya, insan hüquqları baxımından senzuranı ləğv edirdilər, universitet yaradırdılar, təhsil yaradırdılar, Azərbaycanlı tələbələri xaricə oxumağa göndərirdilər. İlham Əliyev isə bizim neft-qaz pulumuzdan xaricdə oxuyan tələbələrin də xaricdəki təhsili dayandırdı. Onsuz da təhsilə gedən, xaricə gedən elə öz uşaqları idi. Prezident aparatının siyahısı ilə onlar tərtib olunurdu. BDU-dan bütün o lövhələri çıxartdı, adı çıxartdı, heykəlləri yığışdırdı. Onların yerinə Heydər Əliyev heykəlləri yaratdı və bunun baxmayaraq da yenə də müstəqillik günü ilə bağlı təbrik məktublarını qəbul etməkdə davam edir. Həqiqətən də bu bir komediyadır.